2025-ci il mayın 25-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq arzusunda olan 54.247 abituriyentin iştirakı ilə ikinci və üçüncü ixtisas qrupları üzrə keçirilən birinci cəhd blok imtahanının nəticələri hər kəsin səbirsizlik və böyük həyəcanla gözlədiyi bir mərhələyə çevrilib. Gözlənilir ki, bu imtahanın nəticələri ən tez 8 iyun, ən gec isə 15 iyun tarixində elan olunacaq. Hazırda minlərlə ailənin evində eyni suallar dolaşır. Görəsən balım neçə olacaq, istədiyim ixtisasa qəbul ola biləcəyəmmi, əzablı gecələrin, yorucu günlərin əvəzini ala biləcəyəmmi? Bu günlər bir tərəfdən narahatlıq, digər tərəfdən ümidlə doludur. Çünki hər bir gəncin qəlbində gələcəyin açarı ola biləcək bir cavab gözlənilir. Unutmayın, nəticə nə olursa olsun, bu yolun qəhrəmanı sizsiniz. Əzminiz, zəhmətiniz və inamınız sizi gələcəyə aparacaq. Bu, sadəcə bir imtahan deyil. Bu, sizin ilk böyük addımınızdır. Nəticələr elan olunduqda, biz də burada olacağıq xəbərləri ilk olaraq sizə çatdırmaq üçün.